Şəxsən mən belə bir proqnoz verirəm ki, sanksiyalar qalacaqsa, biraz keçəndən sonra iqtisadi gərginlik yanvarda, keçən ilin dekabrın sonunda baş qaldıran etirazlar kimi əvvəl-axır İranda baş qaldıracaq. İran rejimi, mövcud rejimi əvvəlki illərə baxan yerdə xeyli zəifliyibdir. İnsanların isə iqtisadi vəziyyəti, gərginliyi artıbdır. Bugün bir səssiz çoxluq var İranda. Mövcud rejimdən narazıdırlar. Sadəcə olaraq həm yanvarda onlara qarşı olan o faktiki olaraq qətliamın törədilməsi, minlərlə insanın öldürülməsi, 50 mindən çox insanın həbsə atılması, 12 nəfər haqqında edam qərarının çıxarılması, bütün bunlar əvvəl-axır belə də heç uzaq gələcəkdə, çox yaxın gələcəkdə özünü göstərəcəkdir. Xalq devirə biləcək o siyasi rejimi, nəinki Amerikanın, İsrailin atdığı raketlər. Xaricdən müdaxilə olanda bir birləşmə olur və biz bunu görürük. Hətta müxalif olan qüvvələr də deyirlər ki, indiki halda bizim siyasi rejimə qarşı çıxmağımız açıq şəkildə olmaz. Ona görə də amma o narazı, səssiz çoxluq var və mən inanıram ki, indiki bu proseslərdən sonra yenə deyirəm, çox uzaq gələcək deyil, yaxın gələcəyə vəziyyət olduqca iqtisadi vəziyyət, sanksiyalar qaldığı halda yenidən gərginləşəcəkdir və bu gərginləşdiyi halda İranda xalqın perspektivdə rejimi devirmək imkanları daha da artacaqdır və mən yenə də deyirəm, rejimi necə ki şah rejimini xalq devirmişdi, bu rejimi də İran xalqı devirmək qabiliyyətində olacaqdır. Çünki yenə deyirəm, rejim əvvəlki illərdən fərqli olaraq daha da bu müharibələrdən sonra çox zəif düşübdür.